olur. Gimnastikanın ardı, batut gimnastikası və tumbling. Batut gimnastikası kişi və qadınlar tərəfindən icra olunan bir gimnastika növüdür. Batut üzərində fərdi və sinxron, deməli çıxışlar, ikili mini batut və akrobatika cihazında tumbling, yəni hərəkətlərinə aiddir. Bunlarda yalnız batut üzərində fərdi çıxışları olimpiya oyunları proqramına daxil edilir. Deməli, olimpiya proqramımıza daxil edilən hansıdır? Batut üzərində olan fərdi çıxışlardır. Fərdi proqramda çıxış edən gimnastlar sinxron cütlüklər tərkibində ikili mini batut proqramı üzrə çıxış edən idmançılar isə akrobatika cığırında fərqi hərəkətləri nümayiş etdirən gimnastlar isə ikili mini batut üzərində güclərini sınaya bilərlər. Bu deyir, bütün proqram üzrə tullanışlar çətinliyi və icrası meyarlara əsasən qiymətləndirilir. Batut gimnastikası fərdi çıxışlarında buraya havada uçuş müddəti və üfüqi yer dəyişmə, sinxron hərəkətlərdə hərəkətlərdə isə üfüqi yer dəyişmə ilə yanaşı sinxronluq da əlavə edilmişdir. Baxın, müəllimlər, bizim batut budur. Batut üzərində olan fərdi hərəkət çıxışdır ki, burada nümunə olaraq şəkildə göstərilmişdir. Batut, deməli, metal yaylarla bərkidilən çox möhkəm dartılmış və hörülmüş tordan ibarətdir. Gimnastlar batut üzərində təxminən 10 metrə qədər hündürlüyə turlanaraq havada ardıcıl fasiləsiz 10 element yerinə yetirirlər. Proqramın nümayişi zamanı əsas hədəf torun mərkəzindən uzaqlaşmadan mümkün qədər yüksəklikdə, deməli, daha çətin elementlərin icrasıdır. İdmançılar dönmələr ayaqdan ayağa, ayaqdan belə, qarına doğru və qruplaşmış vəziyyətdə yüksək fasiləsiz ritmik tullanışlar yerinə yetirilməlidir. Baxın, bu isə batut üzərində sinxron hərəkətləridir. Batut üzərində sinxron hərəkətləri kişi və qadın arasında yarışlarda iki gimnast yanaşı yer dəyişilmiş iki batut üzərində eyni hərəkətləri yerinə yetirirlər və üzləri eyni tərəfə dayanmaqla çıxışlar başlanılmalıdır. Onların hər ikisi eyni istiqamətdə fırlanması və dönməsi tələb olunmur. Yəni, sadəcə olaraq yanaşma, yer dəyişmə, belə deyək də, gimnastiklar üzləri eyni tərəfə dayanmaqla çıxışlara başlamalıdırlar, amma eyni istiqamətdə fırlanması və dönməsi heç də tələb olunmur. Bu isə müəllimlər ikili mini batutdur. İkili mini batut bu aləti uzun qaçış cığarının sonunda yerləşən iki maylı düz batutdan ibarətdir. Yarış zamanı gimnast sürətlə maylı batut istiqamətində qaçaraq ondan havaya atılmaq üçün istifadə edilir. Yəni, qaçırlar və havaya atılmaq üçün ikili mini batuda üzərinə qalxaraq oradan havaya atış edirlər. Batuta enməzdən əvvəl bir neçə fırlanma və vint hərəkətləri icra edir və ikinci, adətən daha çətin dönmə və vint hərəkətləri seriyasını yerinə yetirmək üçün dərhal təkan götürür. İkinci element ikili mini batutun arxasında yerləşən emmə, deməli, döşəyinə üzərində sona çatılır. Tumbling, baxın müəllimlər, tumbling isə budur. Tumblingin şəkili burada verilibdir. Tumbling idmançılarının uzunluğu 25, eni 2000 olan xüsusi akrobat cığırında çeviklik, canlandırıcı baraban ritminə bənzər şəkildə fırlamadır, dönmə elementləridir, nümayiş etdirirlər. Gimnastlar dönmə və fırlanma elementləri seriyasının icrasına başlamazdan əvvəl sürət yığmaq üçün uzunluğu 10 metr olan qaçış sığınağından istifadə edirlər. Akrobatika cığarının sonunda, deməli, çıxış, kulminasiyası nöqtəsi sayılan adətən ən çətin baxılım elementlərdən olan emmənin yerinə yetirilməsi üçün yumşaq emmə materialları ilə yerləşdirilir.
İndi isə baxırıq müəllimlər digər gimnastika növümüz olan akrobatika gimnastikası. Akrobatika gimnastikası deməli musiqi, müşayiəti və xoreografiya elementləri ilə deməli cilallanmış hərəkətlərin tərəfdaşlıqla icra olunduğu qeyri-olimpiya oyunudur. Olimpiya oyunlarında deməli iştirakı yoxdur. Yarışlarda gimnastlar 5 proqram üzrə mübarizə aparırlar. Qadın, kişi, bir qadınlar olur, kişi, qarışıq, yəni bir qadın, bir kişi, cütlüklər, qadın, sonra 3 nəfər və 4 nəfər kişi kimi qruplarda o akrobika gimnastikalarını yerinə yetirmiş olurlar. Akrobika gimnastikası müəllimlər bizim sərbəst hərəkətlərlə olan xalça ki var idi, 12x12 olan əlavə 1 metrdə məhdudlaşdırılmış təhlükəsiz xətt ilə olmuş elastik gimnastika xalçasında yerinə yetirilmiş olur. Akrobika gimnastikasının tərəfdaşlarının boyuna uyğun gəlməsinə dair Beynəlxalq Gimnastika Federasiyası xüsusi qaydaları var. Yəni gimnastların boylarının ölçüləri tərəfdaşları ilə uyğunluqla dəyərləndirilməlidirlər. Uyğunsuzluq aşkar edilərsə, yəni FİQ tərəfindən, Beynəlxalq Gimnastika Federasiyasının tərəfindən müvafiq cərimə xalı çıxardılır. Akrobatika deməli gimnastika gözəlliyi, valehedici bacarıqları, xüsusi ustalıq və rahatlıqla icra olunmasıdır. Baxın, bunlar bir qadın, bir kişidir ki, akrobika gimnastikasını nümayiş etdirirlər. Aerobika gimnastikası. Aerobika gimnastikasının bu növü xarakterizə edən musiqi ritmlidir. Burada da aerobika gimnastikası nümayiş etdirilir. Musiqi ritmi ilə bu da olur. Ardıcıl hərəkətlər silsilənin sinxron şəklində icra olunduğu qeyri-olimpiya idman növüdür. Yarışlarda gimnastlar burada 7 proqram üzrə mübarizə aparır. Deməli, akrobatikada 5 proqram üzrə, aerobikada isə 7 proqram üzrə mübarizə aparırlar. Kişilər və qadınlar, fərdi çıxışlar, qarışıq cütlər, üçlüklərlə qrup, aerodans və aerostep deməli qruplarda olur ki, bu formada proqramda 7 proqramda çıxışlarını nümayiş etdirirlər. Bu da deməli 12-nin 12-yə olan metrdə olan xüsusi xalçada göstərilir. Böyük və gənc idmançılar üçün sahəsi 10x10 metr olan yeniyetmələr üçün isə 7x70 metr olan deməli ümumi meydançada belə deyək də, meydançada nümayiş etdirilmiş olur. Deməli, çıxışlar zamanı hakimlər artistimiz icra hərəkətləri çətinliyini və qiymətləndirilmiş olurlar. Gimnastika hamı üçün nədir müəllimlər? Gimnastika hamı üçün belə deyək də əyləncəli, sağlam həyat tərzi, dostluq fəlsəfəsinin bir tərcüməsidir. Əslində burada belə deyək də, yəni hamının gimnastika ilə məşğul olmalıdır sözünə görədir ki, yəni hamı asılı deyil ki, sağlamlıq imkanından məhdud olsun, az yaşlı olsun, çox yaşlı olsun, yəni qoca insanlar olsun. Bunun fərqi yoxdur. Gimnastika hamı üçün, yəni hamı bundan istifadə edilər. Deməli, bu idman növü Beynəlxalq Gimnastika Federasiyasına aiddir. 2 növü tədbiri mövcuddur. 4 ildən bir keçirilən Ümumdünya Gimnastrast və World Game for Life Geolying yarışlarında yarışırlar. Ümumdünya gimnastikası yalnız nümunəvi çıxışlardan ibarətdir. Festival ab-havasında keçirilir. Burada gənc və yaşlı gimnastlar, ilk addımlarını atan və ya peşəkar gimnastlar da iştirak edə bilər. Yəni, istənilən şəxslər həm gənc olmağından asılı olmayaraq, yaşlı olmağından asılı olmayaraq, gimnastikaya ilk addımları olmasından asılı olmayaraq hər adam keçirilə bilər. Tələb odur ki, iştirakçılarımız 10 nəfərdən
az belə deyək də, ən azı 10 nəfərdən ibarət qrupa daxil olmuş olur. Həftə ərzində çıxışlar ilə fərqlənən qruplar bağlanmış mərasimindən önə keçirilən qalada çıxışlar edirlər. Ümumdünya gimnastikasından fərqli olaraq World Game Fall, Leaf Chilling gimnastikası isə deməli çıxışları yaradıcılıq qabiliyyəti ilə orijinallıq, meyarlığa əsasən qiymətləndirilir. Lakin buna baxmayaraq, burada yarış gərginliyində daha çox iştirak edən qruplar arasında dostluq münasibətləri hökm sürür. Onlar birgə iştirak etdikləri seminarlar zamanı çıxışlarının necə təkmilləşdirilməsi haqqında bir-birindən məsləhət verirlər. Yəni, ala da bilirlər, verə də bilirlər. Qrupda ən azı 2 gimnast olması tələbindən başqa gimnastların sayına, yəni məhdudiyyət qoyulmurlar. İştirakçılar 20 və ya daha az gimnast, böyükdə isə kiçikdə deməli 20 və daha az, böyükdə isə 21 və daha çox gimnast rəqs qrupları, o cümlədən iri alətlər üzərində gimnastika hərəkətləridir. Sonra kiçik və böyük qruplar daxilində çıxışlardır. Burada hətta halqalardan, batutdan, paralel qollardan, litlər kimi hərəkətlərdən də istifadə edilir və xalçamızın üzərində olunur ki, xalçamız da 20-30 metr təşkil edir. Bu da oldu bizim deməli World Game Fall Legend olan gimnastika hamı üçün olan idman növü. Parkur nədir müəllimlər? Parkurda bir məşğuliyyətdir. Küçələrdə, meydanlarda bəlkə də görmüsünüz insanların belə deyək də müxtəlif hərəkətlər, gimnast hərəkətləri göstərilir ki, parkur yarışlarında şəhər yerində olan mənzərələri əks etdirmək üçün parkur sahəsi müxtəlif divar, tirlərdə quraşdırılır. Bax, burada maneələri dəf etmək üçün idmançılar pişik tullanışıdır, hoppanaraq əllərlə tutmadır, enərək hoppanmadır, divar üzündə yürümə kimi bir çox texniki üsullardan istifadə edirlər. Parkur idman növündə 2 kateqoriya mövcuddur, sürət və sərbəst üslubdan istifadə edirlər. Parkurda müəllimlər, həm də ki şagirdlər deyirəm, gimnastiklarda yaradıcılıq tələb olunur ki, onlar yeni irəliyə getmək üçün yeni özlərindən strategiya bacarıqlarına malik olurlar və bunları nümayiş etdirmiş olurlar. Və gimnastika indi isə baxırıq, bizim gimnastikalarımızın növləri bu qədər idi. İndi isə baxırıq gimnastika tullanmalarına. Gimnastika tullanmaları 2 qrupa bölünür. Dayaqlı tullanma fazaları, dayaqsız tullanmalar. Gəlin nəzər yetirən dayaqlı tullanmanın fazalarına körpüyə çıxış, ayaqlar təkəndə uçuş, əllərlə alət istina etmə, istinadan sonra uçuş, yerə enmə. Bunlar dayaqlı tullanmanın fazalarıdır. Dayaqsız tullanmanın fazaları isə 4-dür. Qaçış, təkan, uçuş və yerə enmə. Bir də burada qeyd edilibdir, gimnastika hərəkətlərinə görə, təsnifata görə aşağıdakı qruplara bölünür. Sıra hərəkətləri, tətbiqi hərəkətlər, ümumi inkişaf hərəkətləri, akrobatika hərəkətləri, bədii gimnastika. Azad hərəkətlər də bura aiddir. Alətlərdə hərəkətlər, tullanmalar və qiymətləndirmə 10 bala kimi də aparılır bu gimnastikada. Və bugünkü dərsimiz